Səhifə neçəyədir uşaqlar? Alkanlar, düzdürmü? Toplu 2025 ikinci hissə. Yeni toplu ilə. Alkanlar. Suallarda seçmiş. Eğer orada olmayan sualınız varsa orada yazmadığımız verərsiniz. Başlayaq. Alkanlar, çıxma parafillər. 5-ci sual istəmişsiniz. İndi mən bu sualları işlədikcə niyə belə olduğunu da deyəcəm. Birincisi biz öyrənmişdik ki, alkanlar birləşmə reaksiyasına girmir. Alkanlar nəyə girmir uşaqlar? Birləşmə reaksiyasına girmir. Səbəb nə idi? Çünki alkanlar doymuşdu. Nədir? Doymuş. Yəni bir karbon yarada biləcək bütün rabitələri yaradıb 4 dənə. Eğer karbonda 2 qat rabitə və ya 3 qat rabitə varsa o doymamışdır və onlar birləşmə reaksiyasına girir. O ki alkanlar birləşmə reaksiyasına girmir və bromlu suyu da rəngsləşdirmir. Bromlu suyun içərisində brom var. Məsələn biz etilen götürsək, o bromu özünə birləşdirir. Olur C2H4, brom 2. Həmin o bromlu su rəngsizləşir. Çünki içindəki bromlar artıq yoxdur. Alkanlar bu işi görmür. Aydındır? Əlavə sorunuz olsa verin yəni. Öyrənmə prosesində olur. Sonra 6. Hansı maddənin 1 molu normal şərtdə tutduğu həcm 22.4 litrə bərabər deyil. Biz bilirik ki, alkanların birinci nümayəndəsindən 4-cü nümayəndəsinə qədər qazdır. Nədir? Qaz. Düzdür yoxsa yox? 5-dən 15-ə qədər nə idi? 15-ə qədər maye idi, sonrakilər də bərkidir. Elə? Qaz halında olan maddələrin 1 molu normal şəraitdə 22.4 litr həcm tutur. Söhbət qazlardan gedir. O zaman etan qaz, metan qaz, butan qaz, propan qaz. Amma pentan qaz deyil, mayedir və mayələrin də 1 molu normal şəraitdə 22.4 litr həcm tutmur. Aydındır uşaqlar? Tam başa düşdünüz? Dəqiq? Əla. Davam edək. Sonra neçə? 13. Əgər sürətli desəm, mənə xəbərdarlıq edin ki, müəllim sürətlidir. Bu alkanların laboratoriyada alınma üsullarından biridir. Düzdür yoxsa yox? Deməli, üzvi turşuların duzlarına qələmi ilə təsir edirdik və demişdik ki, bu şəkildə olur da. Elə bunu belə yadda saxlaya bilərsən də, 2 karbon varsa 1 karbonlu alkan alınır. Neçə karbonlu? Ya da belə fikirləş. Bu hissə gedir, natrium karbonat verir bizə. Düzdürmü? Bu reaksiya bu şəkildədir. Normalda bunun neçə qramı girir uşaqlar? 82 qramı girir. Elədir? Neçə mol metan alınır? 1 mol metan alınır. Görəyələm biz 16,4 qramı götürsək, nə qədər, neçə mol alarıq? 0,2 mol deyəsən. Nə qədər? Bir aldığın o metanı yandırmaq üçün nə qədər oksigen lazımdır? Biz bilirik ki, üzvü maddələr, yəni xüsusən də karbohidrogenlər yanında karbon qazı və nə verir? Su verir. Bunun yanma təlini əzbərləməsəz də olar. 1 karbon, 1, 2, 4 hidrogen, 2, oksigen də olduğu rest dənə, 4 dənə, 2. Deməli, normalda bunu 1 molun yandırmağa 44,8 litr oksigen lazımdır. Bizdə neçə mol var bəs? 0,2 mola da bir x desək 5 dəfə az, 5 dəfə az yazısız gelir. 896 olmalı deyəsən. 8,96 litr cavabda deməli. Bir də deyim mi? Ayşə. Deyim bir də. Deməli burada alırsan 82 qramdan 1 mol, 16,4-dən 0,2 mol. İndi bunun 1 molu yandırmağa bu qədər lazımdır, 0,2-də də bu qədər oksigen lazımdır. Mən izah edəndə köçürmə, ehtiyac yoxdur ha balam. Sən typer deyilsən. Sən mən yazanda dinlə, öyrən, lazım olsa özün də yazarsan sonra. Yaxşı? Problemdir balam, dinləmirsən məni, başa düşmürsən. Yaxşı? Tamam. Neçə? 22. Sən işlərində sualı yanılsa verə mənə, yaxşı? Nəzəri sual. 22. Hə, sən gör orada olmayan sualın varsa verərsən. Sonradan gəldiniz siz. Bu qədər niyə gecikir sənə? Çıxmadı ev, elə bir şey Hindistandan gəlirsən. Sən evinlə buranın arası 100 metr məsafədir. Bromlu suyu rəngsizləşdirməyən, bayaq bunu izah eləmişdim də alkanlar. Cavabda hansı variant var alkanlar? Ceyvən. Alkanlar bromlu suyu rəngsizləşdirmir çünki özünə brom birləşdirmir. Çünki özünə brom birləşdirmir. Sonra. Pentan pentenə çevrilirsə, pentanın formulu C5H12-dir, pentenin formulu keçəcəyik. C5H10-dur. Yəni bu hidrogen itirir. Nə itiribdir? Hidrogen itirməkdə dehidrogenləşmədir də. Nədir? Oldu? Sonra. 24. Hansı reaksiyada əsas zəncir karbon atomlarının sayı? Würz reaksiyasını uşaqlar. Würz reaksiyasında əsas zəncirdə karbon atomlarının sayı artır. Məsələn, tutaq ki, biz götürmüşük CH3, CH2, yod.
Etil yodid. Eləmi? 2 dənəsi girdi natriumla. Hə? Bizə nə verdi? Bunlar bir-birinə birləşir də bu radikallar. Olur nə? CH3, CH2 birləşir özünə. CH2, CH3, bir də aldıq natrium yodid. Bayaq neçə karbonlu zəncir idi? İndi neçə karbonludur? 4. Deməli, virus reaksiyası zamanı əsas zəncir nə olur? Uzanır. Səbəbi də radikalların bir-birini birləşməyidir. Bəs A variantındakı o işarə nədir? A variantında o işarə benzoldur, benzol. Bizdə cavabımız olacaq D bəndi. Virus reaksiyası burada D bəndidir. Aydındır? Ne dinləmədim mən? Dəqiq, nə dedim mən? Aha, bu radikalda neçə karbon var? 2 oldu, indi neçə oldu? Ha, yəni, zəncir? Genişlənir. Bəli. İndi bizim nümunəmizdə 4 karbonludur. Birləşəndə 8 karbonlu bir alkan alır. Orada da zəncir daha uzundur da. Başa düşdün? Dəqiq. Bizim üçün yazanda əhəmiyyəti yoxdur, amma sabah hesabda aparanda əhəmiyyətli olacaq. Bu dəqiqə əhəmiyyəti yox ediyor. Sonra, devam edək. Burada A variantı benzoldur da. Benzol girir xlorla, dəmir xlor üçün təsiri ilə. Aydındır. Bunu aromatik karbohidrogenlər keçəndə geniş öyrənəcəyik. Benzolun xlordan 3 cür reaksiyası var. İşığın təsirindən, dəmir xloridin təsirindən, bir də alüminium xloridin təsirindən. Birində 1 halogenli törəmə alınır, birində 6 halogenli törəmə alınır. İşığın təsirindən isə ümumiyyətlə benzol əlaqəsi dağılır. Sikloalkanın xloru törəməsi verir. Bu dəqiqə mənasızdır yəni. Sonra 27. 10 litr karbon dioksit almaq üçün neçə litr etanı yandırmaq lazımdır? Etanın formulunu demə. Nə? Nə? Etan yazır, doğru. C2H6. Əslən. Deməli, sən C2H6-nı yandırıb karbon qazı almalısan. Yaxşı, sual verirəm, sən 1 mol etan yandırsan, neçə mol karbon qazı alarsan? Yəni, bir sözlə 1 litrdən 2 litr və yaxud da 22.4-dən 44.8. Mol litr mütənasib olduğundan 1-dən 2 alırsan, 10 almaq üçün nə qədər yandırmalısan bunu? Başa düşdünmü? Yanma tənliyini bütün yazmağa ehtiyac yoxdur. Amma könül üstə bütün də yaza bilərik yəni. C2H6 üstə gəl O2 bizə nə verir? CO2 plus nə? H2O. 2 karbon var, yaz bura 2. 6 hidrogen var, yaz bura 3. Oksigen sayısı oldu 7. Hə? Buraya 7 yazılmazsan axı nə yazmalısan? 3.5. Belə əmsal ola bilərmi? O zaman hər birini 2'ye var. Buraya yaz 2, buraya yaz 7, buraya yaz 4, buraya yaz 6. Oldu mu? 2'den neçə alırsan? 4. Eğer 10 almışsansa nə qədər götürməlisən? Eyni şeydir yəni. Aydındır? Başa düşdünüz? Evet, devam edelim. Sonra neçə gəldi? 33. 2,5 dimetilheksan almaq üçün hansı birləşməyə natriumla təsir etmək lazımdır? Birinci 2,5 dimetilheksanın formulunu yazmaq lazımdır. Əgər natriumla təsir etsə bu Bürs reaksiyasıdır. Nə reaksiyasıdır? Bürs. Deməli biz 2,5 dimetilheksan alacağıq. Əgər ad verib sizdən formulu istəyirsə sondan əvvələ yazın. Ardan yazın. Heksan neçə karbonludur uşaqlar? 6 karbonludur. 6 tane karbonu yazdım. Nömrələmə də özüm üçün necə istəyir apar, mən belə aparıram. Əla. 2'yə və 5'ə metil qoymalıyam. 2'yə 1 metil, 5'ə də 1 metil. Hə? Elədir. Və bir sual verirəm sizə. Bu Bürs reaksiyasında necə olurdu uşaqlar? Bürs reaksiyasında tutaq ki, deyək, belə kobud deyirəm, bir yumru xloru götürsəydim 2 dənə, natriumdan salsaydım onu, alınacaqdı yumru, elə? Yəni burada bir simmetriya yaranmalıydı da, düzdür yoxsa yox? Hə? Bir simmetriya. Bunu tam simmetrik bölsək. Bizim o zaman yumruğumuz budur da, radikalımız yəni. Bizim radikalımız nədir? Bu. Budur da, hə? Sadəcə bunun kloru varmış işte. Nəyi varmış burada? Kloru. Bunun da burada kloru varmış. Bu birləşmə klorla bir yerdə. Hani o? A variantı. Bundan alarsan. Aydındır. O birləşmədir də sadəcə o birləşən yerində klor olur da. Burada klor olmalıdır ki, natrium onu götürsün, bunlar özü-özünə birləşsin də. Elə iki dənə yumru deyim də sizə. 2 dənə yumru bir-birinə birləşmiş olsun. D-də çünki karbon sayı çoxdur balım. Gör neçə karbon var orada? Bəli, eləmək olardı. 2, 4, 6 karbon var. 6-6 birləşəndə 12 olur. Bizim burada məsələn 8 karbonlu bir alkanımız var. Mən onu birləşdirsəm öz-özünə 12 alacam axı. Bir də ki, mən sənə dedim axı nədir? Bununla eyni şeydir.
Bu özünə birləşsə bunu verməz bu bütünü. Anladın mı? Sonra 54'e kadar var mı? Bak eğer orada olmayan sualın varsa ver, yaxşı. Orada olmayan. Oradaysa problem olsa baxacağıq. Baxın uşaqlar, burada iki müxtəlif monoalogenli törəmə götürür. Artıq flörlü olmur da, yazmışdım oraya. Yod olur, klor olur, bir de bura olmur. Sən soruşmuşdun. Flör niye olmur? Niye flörlü törəmədən almırlar? Çünki flör karbon rabitəsi çox güclüdür. Natrium onu buradan qopara bilmir. Ən rahat yodla olur. Yodlu törəmə. Əslində alkan almaq üçün bu üsul yaxşı üsul deyil. Nə mənada? Burada üç müxtəlif məhsul çıxır ortaya, sonra onları ayırmaq da zülüm zillət, ayıra bilmirəm onları. Monoalogenli götürüb almaq daha əlverişlidir. İstədiyin şeyi ala bilirsən. Deməli uşaqlar, bunlar bir-birinə birləşsə, burada nə olar? Elə bir ki, bax, bir ola bilər R1 CH2 birləşsin özünə. Yəni CH2 R1-ə. Düzdürmü? Yəni bu birləşmə brom bitən yerdən öz-özünə birləşdi. Düzdürmü? Elə bir yumru kimi göstərdim də bunu. Hə? Buna bir kvadrat kimi deyək. Bu kvadrat birləşə bilər öz-özünə. Yəni R2 CH CH3 birləşə bilər. CH CH3 R2-yə. Düzdür yoxsa yox? Elə bir kvadrat kimi baxdım da o radikala. Bir de bunlar biri o birine birləşə bilər də. Yəni R1 CH2 buna yumru kimi demişdik. Birləşə bilər kvadrata. Yəni nəyə? CH R2 CH3. Və bunların birləşən yerlərinə bir dənə bax. Ya belə olur, ya belə olur, ya da belə olur da. Yəni ya CH2-lər 2 ilə yanaşı olmalıdır birləşən yerdə. Düzdür yoxsa yox? İndicə bu bəndlərdə bunları tapmağa çalışaq. Məsələn, burada belə bir şey görürəm bax. Bu, məndə var orada bu. O zaman bu mənim R2'm olur, bu da mənim R2'm olur. Düzdür yoxsa yox? Yaxşı, yoxsa. Sonra buna baxıram buna. Bu nəyə oxşuyur? Bax, buna oxşuyur mu buna? Məsələn, bu hissə, bu hissə, bu hissə. Oxşuyur da. Məsələn, buna bir dənə bu hissə. Necə etmə? Buna bir R1 deyərəm, buna da bir R2 deyərəm də, onlar da problemsiz. Olur da, sadəcə tərs birləşdir, deyil mi? Evet, içine koy bakalım birleşmesin. Necə, bu da budur da. İçine CH2 var məndə, CH3 var məndə. Bunun bu böyle R2'dir, mən də buna buradan R2 dedim. Tərs bax da elə. Tərs. Bak onun içine bak. Nədə? Birleşmelerinden içine bak. Biz o tarafı götürürüm, nə fərqi var ki? Heç bir fərqi yox, tərsindəki o şeyi ala bilirəm də. Onun hamısında erkek. Yəni heç bir R2 götürəcəm mən. Belə götürmək istəyirsən, könlüm belə istəyirəm. Buna R2 deyəcəm, buna da R1. Bu bütünə də R1 deyəcəm. Niyə demirəm ki? Nədir? İzobutil. Ola bilməz ki, mənim izobutil radikalı. Əlbəttə ola bilər. Niyə də ola bilirsə, niyə olmasın ki? Radikal deyil. Bunda da bu orta var, görürsən orta, bu da yuxarıdakine oxşuyur. O zaman buna R1, buna R1 deyə bilərəm. Yaxşı, bax sonuncu da nə bu, nə da birləşmə mümkün deyil. Əslində mən bunu birbaşa sonuncu ilə başlayıb sizə izah eləyərdim. Mən özüm bunu geniş biraz izah eləyərdim ki, siz tam başa düşəsiniz ki, burada birləşən yerlərdə diqqət eləsiniz, əslində məhsulları tapa bilərsiniz. Aydındır? Başa düşdünüz? Qəşəng. Davam edək. Sonra içə baxaq. Biraz işığını azaldım, gözümüzü dağıtdı. Böyle yaxşıdır. Səsi də getdi. Buyurun. 57. Bu reaksiyalar tanışdı mı sizə? Hə? Bu üç reaksiyanın, üçü də hidrogen alınma reaksiyasıdır. Biri 1500 dərəcədədir, biri 1000 dərəcədədir, biri də ki su ilə metanın qarşılıqlı təsiri. Burada sintez qazanılır. Gəl hər üç reaksiyanı yazaq. Birinci metanı su ilə yazaq. Bu zaman nə alınırdı? CO plus nə? H2. Əmsallaşdıraq da bunu. Neçə hidrogen var burada? 3 yazsaq düzəlir də, düzdürmü? Sonra 1500-də parçalananda nə verirdi bizə? CH4. Nə verirdi? C2H2 və H2. Bura bir 2 yazaq. 4-8 dənə. Burada bir nə yazmalıyım mən düzəlsin deyə? Deyəsən 3 yazmalıyım. Ha? Bir də bu 1500-də idi. Neçədə idi? 1500. Bir də 1000 dərəcədə nə verirdi? Karbon özün və belə idi də, hə? Bu da 1000 dərəcəyə yaxın temperaturda belə olurdu. 1000-dən biraz yuxarı. Elədir. Bizə deyir ki, hər bir reaksiyada 1 mol metan götürsən. Burada bunu 1 mol götürsəm, neçə mol hidrogen çıxır? 3 mol. Deməli bu iqlimimiz 3-dür.
1500'də. Bu 2'dən 3 alır. O zaman 1'dən nə qədər alır? 1.5. O zaman z'imiz 1.5'dir. Burada zaten 1'dən alıbdı neçə? 2. O zaman x'imiz də 2 oldu. Yəni metanı 1 mol götürsəm alacağım hidrogen miqdarları bunlardır. Bəs alınan karbon birləşmələr, karbonun özü baxmır, onun seçdi baxmır. İstəyirsən bax. Baxalım istəyirsən də, istəyirsə baxaq. Axı bizə də X, Y, Z-in arasında Nədir x, y, z nədir ki? amma oldu. Sən bu çalışmaya ümumiyyətlə baxmısan evdə? Baxanda onları nə başa düşdün ki? Mən də başa düşdüm ki, o Yazıb ki x mol H2, y mol H2. Yəni necə başa düşərsən ki onu? əvvəlcə mol H2-dir, H2-yə götürmədi, o mənada. Başa düşdünüz? Y bölü x-dən, o da bölü z-dən. O da y bəndidir. Oldu? Ortadan daha aşağısı bir sual deyəlim. Ortadan daha aşağı. Bunu yazmalısınız, %100 yazmalısınız. Bu sual deyil yəni. Sonra, neçə? Ayda 9 var məndə. Hansı alkil xlorida natriumla təsirətdə hidrogenə görə nisbi sıxlığı 29 olan alkal alınır? Birincisi hidrogenə görə nisbi sıxlığı tapmaq üçün birisi də molyar kütləni 2-yə bölürlər. Əgər 29 almışsansa, o zaman molyar kütləsi 58 olan bir alkal axtarırıq. Molyar kütləsi nə? 58 olan alkal. O da hansıdır? O da hansıdır? CnH2n plus 2 düsturunda. Bunların kütləsi nədir? 14n plus neçə? 2. Molyar kütlələri 14n plus 2 idi də. O zaman əgər bu 58-də bərabərdirsə bu molyar kütlə, o zaman n buradan olur 4. Nə olur? Demək o zaman mənim məhsulum C4H10'dur. Vürs reaksiyası ilə C4H10 almışam. Mən də bilirəm ki, bu C4H10 yumru xlorun 2 dənəsi bir-birinə birləşir, düzdürmü? Yəni əslində bu yumru birləşməlidir. Nədir? Yaxşı, hansı radikal birləşəndə bunu verər? C2H5-dir. Deməli, bu nəymiş? C2H5 xlor imiş ki, 2 dənəsi C4H10 verib. Anladınız? Amma bu cavabımız olacaq C variantı. Sonra? Bu maraqlı sualdır. Bunu yazmısınız? Hə? Yazmısınız yoxsa şifahi eləmisiniz? Yazmış. Bu necə yazarsan? 61-ci sualdır. 61, deməli, tamamda 5 mola, 2 mol H olubsa, deməli 1 mola 4 H var, deməli 4 hidrogen əvəz olunur. Şifahi də. Şifahi. Hə, şifahi elədin də. Bəli. Deməli, burada məsələ necədir? Bu etanın molunu ki 1 mol eləyək. Bunu 1 mol götürəndə, yəni 20 dəfə artırsan da bunu. Bu da 20 dəfə artır, olur nə? 146 qram. Bunun 146 qramı 4 moldur. Neçə moldur? Yəni 4 mol H-klor alınırsa, deməli 4 dənə hidrogen əvəz olunur. Bu şifahidir. İndi mən bunun həll yolunda sizə göstərim ki, sabah belə şifahi tapa bilməyəcəyiniz formalar da qabağınıza çıxa bilər. Hansı ki, orada sizə yanaşma istəyər. Biz əgər etan götürmüşüksə, etanın neçə hidrogeni var uşaqlar? 6 dənə. Əgər sən bu 6 hidrogenli etanı xlorla qarşılıqlı təsir alsınızsa, bilmirəm, x dənə x mol xlor götürürəm. O zaman mən bilirəm ki, bu ikinin təsirlə olur da bilirsiniz. Bu x mol xlor götürsəm, x dənə hidrogen əvəz olunacaq. Neçə hidrogen əvəz olunacaq? O zaman formula necə yazılacaq? C2H nə? 6 çıx x xlor, x dənə plus x dənə də H xlor. Bunu bu şəkildə yazmağı bilməlisiniz. Çünki bu testdə yox, amma başqa forma tapşırıqlarda sizə bunu yazmaq lazım olar. Anladınız? Burada bilgi çoxdur, bu bilgi ilə heç kifayət ilə işləmək olur. Amma başqa testdə sizə lazım olar. Bizə neçə litr verib? Bunu 1,12 litr. Normalda nə qədər girib? 22,4 litr. Neçə qram alınır? 36,5 vurulsun x. 11,2-dən nə qədər alıbdır? 7,3. Təbii ki, bunu çarpaz vurub x-i tapa bilərsiniz. Çarpaz vurub x-i tapanda x-i necə tapacaqsınız? 4. Deməli olacaq C2, H2, xlor 4. Daha neçə hidrogen atomu xlorla əvəz olunub? Neçəsi əvəz olunub? 4-ü. Daha neçəsi əvəz oluna bilər? 2-si. Oldu? Aydındır? Bu yazılış formasını bilin. Bu yazılış formasını bilin. Çünki bu testdə yox, başqa forma testlərdə bu cür yazmaq sizə lazım olar. Aydındır? Nə qədər xlor girirsə o qədər hidrogen əvəz olunur. O da hidrogen sayını 6 minus x yazdım. Çünki x dənəsi getdi artıq. Yerinə x dənə xlor gəldi.
Elə və 2 dənə də aşıqlar alındı. Qalandakı onsuz da tənasüb qurma edirsiniz. Sonra maraqlı sualımız kim verdi? Təşəkkürlər. Davam edək. 63-ə qədər varmı? Bu deyir ki, bu reaksiya hansı ifadə doğru deyil? Birincisi bu reaksiya büst reaksiyası deyil. Və 64 deyirlər. Dedim bu qəşəng sualdır. Bunu eləyərdim də bu vaxt. Çətinlər müəyyənləşdirirsiniz aramızda. Bu yəqin ki, hidrogen itirəcək. Nə itirəcək? Yüksək temperatur katalizatorla dehidrogenləşəcək. C2H4 plus H2 verər. Bu kalsium karbid su ilə girəndə kalsium OH2 və asetilen verir. Nə verir? Asetilen. Alüminium karbid su ilə girəndə alüminium OH3 və metan verir. Bu metanın laboratoriyada alınma üsullarına biridir. Bir hansı reaksiyada metan alınır? Yalnız 3-də. Yalnız nədə? 3-də. Sonra 64 eləmədim. 68. Hansı reaksiyada alkan alınır? Birinci alkan alınma reaksiyalarını gəl yadımıza salaq. Bu bürs reaksiyası deyilmi? Bürs reaksiyasında alkan alınır da. Cavabımız olacaq elə B bəndi. C3H7-nin ikisi birləşəcək bizə nə verəcək? C6H neçə? 14 plus 2 dənə natrium olur. Budur da, elədir? Birinci reaksiya alkin alınma reaksiyasıdır. C bəndi də alkin alınma reaksiyasıdır. D bəndi dehidrogenləşmə reaksiyasıdır. Y bəndi asetilen alınma reaksiyasıdır. Bu dəqiqə bizə maraqlıdır. Hansını istəsəniz yazarım sizin üçün. Çünki qələbinin spirtdə məhdudla girəndə alken verir, suda məhdudla girəndə spirt verir. Bunu öyrənəcək. Əgər sən alkanın monoalogenini törəməsin, qələbinin spirtdə məhdudla salsan, alken alacaqsan. Monoalogenli. Amma suda məhdudundan salsaydım, onda spirt alınacaqdı. Bir adım spirt. Sonra. Var 69'a kadar. Hansı reaksiyada alkan alınır? Yine de alkan alınma reaksiyası hansıdır bu da? Hürs değil, Y bəndi değil. Ha? Dərhal görsənmir, hürs. Butan alınır da butan. C2H5 birləşəndə C4H10 verəcək, butan verəcək və natrium klor. Bu yenə alken alınma reaksiyası. Bu alkin verəcək, dialogenli sənə verir. Alkin, buna oxşayır amma bu alkin. Bu monoalogenli də alken verir, dialogenli olanda alkin verir. Əgər halogenlə uzaq olsaydı alkadein alınardı. Bu da ki, dehidrogenləşmədir. Etilen alınır. Çox üstündə durmuram, çünki mövzuları keçməmişik. Təkrarda bunların hamısı yazacaq. Sonra. Neçə? 70 də var. Niyə baxmıyor ki? Molekulda cəmi neçə atom olan? Alkan deyir. Yaxşı, sənin sual. CnH2n plus 2-də neçə atom var? Neçə? Deyələ mən atom sayım. Bəli, 3n üstə gəl 2. Bərabər neçə deyir? 3n nəyə bərabərdir onda? M5. Deməli, söhbət C5H12-dən gedir. Eləmi? Hə? İzomerlərin sayı yazmaq lazım da. Yaxşı, izomer tapmağın bir düsturu varmı? Yoxdur. Bəs izomerləri nətər yazırıq? Heç nə. Adi, əldirlər, dədə-baba qaydası ilə. Deməli, birini mən yazacağım, birini də sizdən bir yerdə yazarım. Olarmı? Hə? Hamı baxsın bura. Mən C5H neçəsin yazıram? 12 üçün. Əgər sən izomer yazmaq istəyirsənsə, birinci ən uzun zənciri yaz, yəni normal, heç bir şaxası olmayan. 5 karbon deyil, 5 dənə karbonu qoyduq. Bunun adı olacaq normal pentan. Nə olacaq bunun adı? Normal pentan. İndi gəl zənciri 4 eləyək, bir dənə şaxa verək. Zənciri 4 eləsəm, bir dənə şaxanı buraya qoysam da ya bura fərqi var. Burada qoysam 2 metil butan olur. Burada yazsam mı burada? O da 2 metil. Çünki bura qoyanda buradan nömrəliysən. Amma bu sağ tərəfə qoysaydım mı bura? Onda buradan nömrələyəcəkdim. Hər iki halda nə olur? 2 metillə butan. Yəni, bəzən uşaq izomer yazır, bunu da yazır, bunu da yazır, ikisini də sayır. Axı, bununla bu eyni maddədir. Aydındır? Bunu yaza bilməzsən, artıq dörtlüyə də bir dənə yazarsan, ikincisi yoxdur. O zaman bir 3 karbonlu zəncir düzəldir. Neçə dənə karbon yazmalıyım kənara? 2 dənə. Birini belə, birini də belə yazsam olarmı? Olacaq 2,2 dimetil propan. 2,2 dimetillə propan. Bundan o tərəfini yaza bilirəmmi? Ən başa ara, bura. Yox, birə. Bura. Nə, bunu bura qoysam yuxarıdakı alınmır? Alınır da? Alınır. İndi bir dənə də gəlin C6H14 üçün siz yazın. Bu videonu bir dənə duraqlar, saxlama ya. Şey edirsən. Deməli uşaqlar, dedim ki, birinci ən uzun zənciri yazın. Düzdür? Yazdım. Yaxşı yazdıq, bax. 1, 2, 3, 4, 5, bu da 6. Bu oldu normal heksan.
Nə oldu? İndi 5'li yazaq. Neçəli yazaq? 5'li. 1, 2, 3, 4, 5. Nömrə deyirəm. 1, 2, 3, 4, 5. Bir dənə bura qoşsam olar mı? 2 metr, hə? Nə olacaq? 2 metr. Bu burada qoya bilərəm də, hə? Bura qoysam sağdan da 3'lü, soldan da 3'lü. O zaman belə də edə bilərəm mən. 5'ə bir dənə uydura bilərəm. Bu da olur 1, 2, 3, 4, 5. Amma bura qoya bilmərəm bu 4'ə. Niyə? Çünki bura qoysam yenə eyni şey olacaq. Deməli şu 5 dənə işimiz bitdi. Gəldi yeni 4'ə. 4 dənəli yazıram. Deməli 4 dənəli yaz. 2 dənə qoşmalıyam. Birini bura qoşsam olar mı? Olar, hə? Amma yuxarılarını qoşa bilərik. Nə yuxarıda? Aşağı fərqi nədir ki? Belə eləmək Elə yox. istəyirsən? Hə, bir elə bir də aşağı. Belə? Həmin Ha, bu da bir haldır da. İndi yazırdım qoymadınız da. Hə, mən dedim. Deməli, olur 1, 2, 3, 4, eləmi? 1, 2'yə qoşdum, bir neçəyə? 1, 2'yə qoşdum, bir neçəyə? 3'ə. İndi ikisini də yoldaş təklif edir ki, Aysu, ikisini də 2'yə qoşar da mənim. O da bir haldır da, olar. Problem yoxdur. Başqa hal var mı? Başqa. Mən dediyim 3 dənə ola bilər. 3 dənə. 3 dənə yazıb altdan. İndi sən 3 dənə yazandan sonra gəl bu pentanı silək. 3 dənə yazandan sonra gəl qoşaq. Sən deyəni eləyək, gəl. Bunda beraber yerleşiyor. Tələsmə, qoy gör. Özü görsün, qoy özü görsün də, qoy özü görsün. Gəl 3 dənə yazdım. İndi nə edeyim? 3 dənə yazmalıyam. Altında 3 dənə yazaq da. Belə. Yox. Hə, yaxşı, belə deyirsən, hə? Burada bir, hə? Bəli. Burada bir, burada bir, elə? Aha. Yaxşı, sual. Bundan nə fərqi var? 1 2 3. Ucları əymişsən də, ucları belə qoysan nə olur ki? Biraz əymiş. Hə, yəni nə dəyişir? Zaten olsa bunlar heç bir belə deyil. Bucaq, valet bucağı 109 nöqtə neçədir? İndi neçədən aldın? 5 dənə. Ehtimallardan 4'ü yazmış. Bir daha. Aydındır. Başa düşdünüzsə belə yazmağı. Hə? 7 için yazmaq istəyirsiniz? Yedide de 6 tane var onda. Ha, yox, çox oldu. Oradan. 7'də çox olur. Saxla onu bilən 7 içini yazaq. Ay daxil. Deməli, insan səni hesablayacaq. Birincisi bildinizdə necədir? 7'dən yazacaqsınız, tutara gedəcək. Normal eksan. 2, 4, 2, 4, 6, 1. İkinci ki, artıq zənciri 6 edirəm. Neçələ edirəm? 6, 2, 4, 6. Bir dənə karbonu bura qoysam olar mı? Olar 2 metil heksan. Nə olar? 2 metil heksan. Sonra bax, bura qoysam necə? 3 Nə olacaq bura qoysam? 3 metr eksan. 3 metil heksan olacaq mı? Çünki bura qoya bilmirəm, bura qoysam yenə 3 olur, bura qoysam 2 olur. İşte deməli bizim işimiz 6 ilə də qutardı. Neçə karbonlu zəncir düzəltməliyəm? 5 karbon. Neçə karbonlu? 5. 5 karbonlu zəncir. İndi birini bura, birini də bura qoysam olar mı? 7 çox oldu. Bizə şey lazım daha 7. Olar mı? Olar 2-3 dimetil pentan. Eləmi? 5-cidə bəs necə edeyim? Bunları birinə uzağa qoysam olar mı necə? Birini bura, birini də bura qoysam olar mı? Olacaq 2-4 dimetil pentan. 2-4 dimetil pentan. Bəs yaxşı, bir dənə 6-cı hal yazaq. 6-cı halda bunlar ikisini eyni karbona qoya bilərəkmi? Məsələn, Birinin belə. üstə, birinin yuxarı. Belə və belə. 2-2 dimetil pentan. Məsələn, 7-cidə bax belə edə bilərəmmi bunu? O belə. 4 dənə yazıb qoymaq. O belə. 3-3 dimetil pentan. Olar mı? Olar. İndi 8-ci. 4 dənə yazıb. Tələsmə. Biri var burada, onu saxlayıram. İstəyirəm axırda. Nəsə, birini saxladım. Keçirəm biri 4-ə. Neçəyə gedirəm? 4 dənəyə. İkisini üstə yazıb. 4 dənədən neçə yazmalıyam? 3 dənə. Bəli. Birini, ikisini bura, Birini də aşağı. birini də bura yaza bilərəmmi? Başqa hal mümkündür. Bax, biri də var, o hansıdır? Hər ikisini sağa qoyma. Hansıdır o? Bir dənə qalıbdır. 9-cu. Hər ikisini sağa qoyma. Ən sağa qoysa zəncir uzanır. Elə yox, Nə elə yox? Bunu bura qoysam ikisində sağa uzanır da birinci alı gəlir. Yox, Bax 5 dənə yazmalı. 5 dənə. Sola sağa karbon, karbon nə? Bura deyirsən. Yox, ən sol bir dənə sağa. Ən sola qoyanda zəncir uzanır da. 5 olmur artıq. 6 olur. Birində bura qoysam bir 7 olur. Belə aşağı qoyun da. Boşun ayağında benim şey dəyişir. Heç də dəyişmir. Bu 9-cu hansıdır bəs? Yox, Əlbəttə var. o fikirləşək. Mən yazım sizin üçün. Baxın. 1, 2, 3, 4, 5. Bəs bura etil qoya bilmərəm. Etil qoya bilmərəm bura. Azam etil qoymalıyam. Etil qoymaq olmaz. 3 etil pentan olmaz bu. 3 etil pentan da. Onda daha bir halda olur da. Hansı halda da? 10-cu halda olur da. O. Yetirir. Şey onu əvvəlcə qoyur. Yetirir. Bura qoysan zəncir uzanacaq. Yox. İndi bax belə də baxsan 5'dir. Belə də baxsan 5'dir.
Belə də baxsan 5-dir. Hamısında da 3 metil, 3 etil pentan. İkinciyə qoysan uzanır zəncir. Niye? Yaxşı, niyə ki qoyum da ki bax. Hə, başa düşdüm. Ki qoy. Neçə karbonlu olur zəncir bax? 1, 2, 3, 4, 5. Hada. Mən belə olmadı. Zəncir neçə karbonlu olur? 6. Hada. Zaten altını yazmışam mən orada da. Bir də təzədən niyə 6 yazım ki? Aha, düzdür. Altının bütün hallarını yazmışdın da zaten. Birini de. Biri işte gəlir bundan sonraki gəlir 8 o lap çətin olar sizin üçün. Ver yazaq da mən. Deməli mən bilirdim ki siz bunu yazmayacaqsınız. Əgər kim 9 olursa deməli enerji 2 dəfə yazın. Enerji 2 dəfə yazın. Çünki mən bilirəm də siz bunu yazmayacaqsınız. Siz azıq metri qoydunuz çünki Altı üçün elədiyi eləmək olmaz elə. yox, altı için ortaya qoyub azaltma olmur. Qırağa gəlir zəncir uzanır. Burada 5 olduğu üçün tam mərkəzi 2 dənə qoymaq olur. Etil qoymaq olur. Başqa arası etil qoymaq olardı. Ha, başqa ara etil qoymaq olardı. Yuxarısını qoysaq yenə 2 Bu olar. 2 karbonluqda bura etil qoysam olarmı 2 dənə? Onu 4-dən eləyib aşağısına. Zaten bu 5 deyildi. Yəni o Zaten beşə qoymuşam. 4-cü halda 4-dən eləyib birinə 2 dənə karbon, 3 dənə karbon, birinə 2 karbon qoysa olar. Bəli? 4-cü halda Hə. ikinciyə bir karbon qalsın, üçüncüdə təzədən bir karbon elə bir əlavə eləyəcək, o bir karbon siləcək. Bunu buradan silin belə deyirsən. Hə, amma aşağısına bir Bunu zaten yazmışam burada. Aha, ki. Sən Yox, dediyin mən halda onun burada. altına... Nəysə, hala, bunu buradan silib buraya yazmaq istəyirsən, Hə. onda bu 5 olmur o. Da bu hal olur. Olmur. Baxın, 5 gör. 2 O hal yoxdur. O hal yoxdur, necə yəni? Yazmamışım onu. Yox, deyirəm də yoxdur. Onda Yox, bir. var da məncə. Orada bu. İki Altta halda yoxdur. karbona birləşmiş olmalıdır. Olmalı. Altta yoxdur. Elə deyib, yox 5-ci var. 5-ci deyil. Elə bu 4-cü halın özü alınır da. Hadi, hadi. 4-cü halda Bəli. 4-cü halın özü olmur. Mən saldım, mən deyirəm, heç sildim. Mənə bunu buradan sildirirsən, elə 4 təzən özünü aldırırsan axı sən. Mən də baxıram ki, yoxdur axı o hal. Dedim, mən yəqin yazmamışam mən. Eynisi sildirdi, onu özünü yazırdı. Nəysə, devam edək. Ben birini de diyemem. Birini də deyərəm, bir yazıb gətirərsən. S8 H 10 S8. Bəli? Asan yazarsınız, görün mən bunu yaza biləcəksiniz. Birini de yazmak yapabilirim. S8 H 8. Oktanı yazarsan da. 8. Oktanı yazarsan evdə, görün mənim yazıb gətirə biləcəksən. Hə, sonra neçəyə baxaq? 71. 71. Deməli bir alkan var, bir alken var. Karbon atomlarının sayı bərabərdir. Ümumiyyətlə alkanların formulu uşaqlar bunu uzadıram buradan. Alkan CnH2n plus 2-dir. Alken isə CnH2n-dir. Formulu. Molekulda atomların ümumi sayı x-dir. Bunda ümumi sayı nə qədərdir uşaqlar? Atomların ümumi sayı. 3n plus neçə? Bu bizim x-imiz. Bunda neçədir? 3n. O da bizim y-imizdir. X y-yə böləndə 7/6 edir. Bunu buna böləndə 7/6 edir. 3n plus 2 bölünsün. 3n bərabərdir 7/6. Çarpaz qılıb işləmə. 21n bərabərdir 18n plus 12. 3n bərabərdir 12 ilə n bərabərdir 4. Alkan molekulunda neçə karbon var? C4H10 budur. 4 dənə. Alkan molekulunda 4 dənə karbon var. Kim istəmişdi? Başa düşdünüz mü? Tamam, aydındır. Hə, davam edək. 74. 74. Molekulda 12 hidrogen atomu və bir ədəd üstü karbon atomu olan alkanı səmərəli sual adlandırır. Maraqlı sual uşaqlar. Bunu yazmısınız, siz sual verməmisiniz. Bunu yaza bilmisiniz? Kim izah eləyər bunu mən üçün? Bəs yazmısan bunu? Zəhra yazmısan bunu? Oraya baxırsan ki, suala baxanda bilinir də. Bəs sual da vermədin axı. Sən əvəzə ikinizə sual verəcək. Sən suallarını bax, orada uyğun deyilsə ver suallarını. Zəhra, eşitirsən məni? Deməli, uşaqlar 12 hidrogeni olan bir alkan düşünün. Alkan ümumi formulu CnH2n plus 2'dir. 12 hidrogendirsə əgər, o zaman n neçədir? 5 deyilmi? Söhbət C5H neçədən gedir? 12-dən. Kim məni dinlənmirsə dinləsin. Neçə karbon var burada? 5 karbon. Deyir ki, bir dənə üstü karbon atomu var bu birləşmədə. Bir dənə nə var? O zaman əvvəlcə mən o üçlünü yazıram. Üstü karbon hansı karbondur? 3 dənə karbondur. Bu oldu neçəli karbon? 3'lü. Mən burada 4 dənə karbonu yerləşdirmiş oldum artıq üçlü yazmaqla. Bir dənə karbonum qaldı. Çünki 5 karbonludur alkan. Bir dənə karbonu hara yazım? İstəyirsən buraya yazsam şu karbon 4'lü olur, hə?
Buna bir dənə karbon yazsam bu ucu dörtlü oldu. Bura yazamam. Ya bunun ucuna, ya bunun ucuna, ya da bunun ucuna birləşdirməliyəm. Bunların üçü də eyni vəziyyətdə olduğu üçün mərkəzi nəzərən hansını birləşdirməyin də bir fərqi yoxdur. O zaman da buna birləşdirib getsin də. Oldu mu? Hidrogenləri də yazaq. CH3, CH3, CH, CH2, CH3. Mərkəzi alırıq dairəyə. Mərkəzi aldıq dairəyə. Niyə? Çünki səmərəli üsulla adlandırıram. 2 metil butan deyə bilmərəm. Çünki bu səmərəli üsulla adını istəyir. Nə istəyir adını? Kim bundan 2 metil butan alıbsa səhv alıb. Çünki cavab 2 metil butan deyil. Səmərəli üsulla adlandıran necə edirdik? Ən az hidrogeni olan və yaxud da ən çox karbonla birləşən karbon dairəyə alırdıq. Hansı radikallar var burada? 2 metil görürəm, bir dənə etil. İçində biz latınca deyirik. Metil, sonra etil, ən sonunda da nə deyirik? Metan. Deməli, bu metil deməklə bunları demiş oldum, etil deməklə bunu demiş oldum, hə? Sonunda da metan deməklə bunu da nəzərə almış oldum. Aydındır? Sonra, tam başa düşdünüz? Sonra, neçəyə baxaq? 80 neçə? 79. Alkanlar sinfini molekulda hibrid orbitalların sayına sp3'lərə x deyibdir, sigma orbitalların sayına y deyib. Şuralar sigma orbital sayı açıq zəncirlərdə atom sayından bir dənə az olurdu. Belə demişdim də. Əgər CnH2n plus 2'dir, alkanlar da açıq zəncirlidir. Deməli o zaman sigma orbitalların sayı bərabərdir 3n plus 2'dən çıx 1. Yəni atom sayından bir dənə çıx. Düzdür mü? Və bu sayı bizə nə deyib buna? Y deyib. Nə deyib buna? Y deyib. Bir də sp3 hibrid orbitalların sayı. Bütün karbonlar sp3 değil mi uşaqlar? sp3 demək neçə hibrid deməkdir? 4 dənə. O zaman n-lərə vurasın 4'ə. Deməli hibridlərin sayı nə qədər olacaq? 4n. Ona da biz x deyibdik. Bunlar cəmin istəyir və bunlar cəmdə də. 7n plus 1. 7n plus neçə? 1. Sigma rabitələr sayı atom sayından bir dənə azdır söhbət alkanlardan gedir. Hə? Açıq zəncirlərdə belə olur, hamısında gələcək mövzularda deyəcəm. Hibriddəki baxırsan karbona da sp3'dür. Hərəsində 4 dənə var, n dənəndə 4 n dənə var. Keçən göstərmişdik orbitalların sayı bərabər olur. Ümumi rabitədə orbitalların sayı ilə elektronların sayına bərabər olur. Rabitədə elektronların sayı. Çünki hər bir elektron bir orbitalla gəldi ortalama meydana. Sonra? 82. Yere dayanda bundan qara bir şey çıxır. Sonra neçə? Hansı reaksiya getmir deyir, hə? Birləşmə reaksiyası getmir də, düzdürmü? Hə? Məsələn bu reaksiya getməz, bu birləşmə reaksiyasıdır. Bu gedər, çünki bunlar arada keçməmiş, doymamışlar birləşmə reaksiyasına girir. Bu gedir. Doymamışdı birləşmə reaksiyasına girir. Doymayıb girir. Bu zaten əvəz etmə reaksiyasıdır. Bu nədir? İşıq gördün mü burada işığı? Deməli bu əvəz etməli bu da baş verir. Bir dənə Y bəndini mümkündür. Alkanlar nə H-klor, nə H2, nə brom 2, nə su birləşdirməz. Alkanlar birləşmə reaksiyasına girməz. 81 də var. Haycan? O da bundandır da deyəsən, ha? Hansı reaksiya zəncirvarıdır? Bu da bu elə əvəz etmə reaksiyaları zəncirvarı deyildi. Hə? O xlorla girmək falan. Yoxdur. Necə yoxdur? C bəndi nədir bəs? Bu da bu işığın tərsinə getmirdi və zəncirvari reaksiya deyildi. Radikal mexanizmi ilə gedirdi. Nə ilə? Düzdür Xədicə? Heç danışmırsan, başa düşürsən? Dəqiq? Yaxşı. Yəni bəli. Hə. Aycan? Zəncir uzanmaq demədi, zəncirvari dedi. Ablam zəncirvari dedi, zəncirvari. Bax, məsələn, necə olur? Xlora işıq dəyir, işıq. Xlor 2 dənə radikal verir. Neçə radikal? Bunu yazmışdım nəzəriyyədə. Sonra radikalın biri hücum çəkir metanın üstünə. Verir CH3 radikalı və H-klor. Sonra bu CH3 radikal əmələ gəldi mi? Orada deyir o xlor hardadır o şapalaq vurdu mənə qaçdı. Onu gətirin bura, onu gətirin bura. Başqa xlora hücum çəkir. Buna bir şapalaq vurur, bundan alır xloru. İndi bu xlor qalır boşda. Deyir o metanonu. O metanonu onu gətirin bura, onu gətirin bura. Proses belə gedir. Biri düşənə qədər. Bu ona buna, bu ona buna zəncirvari. Anladın mı? Aslında birinci şapalaq vuran kim idi? İşıq. Günəş işığı. Bu sonsuza qədər davam edir. Yox, biri qutarana qədər. Yox, olur, yox, metan qutarır, söhbət də qutarır da. Sonra, neçə? 80 neçə? 84. 82 dedim də deyəsən. 84. Abi 84 oxunmur axı.
Ha bu rahatdır. CnH2 tərkibli qazın 11.2 1,12 litri 2,2 qramdır. Deyir CnH2+2 tərkibli bir qazın sizdə hansı olar? Ya metandır, ya etandır, ya propandır, hə? Ya da butandır da başqası ola bilərmi? 4 dənə qaz var da 5 dənə o tərəfi qaz deyil. Düzdür yoxsa yox? Bunun biri 11.2 litri, 11.2 litri. 2,2 qramdır. O zaman 22.4 litri, yəni 1 mol neçə olacaq? 44. 1 mol 44 olan budur da, C3H8. Mollar kütləsi 44 olan. İstəyirsən, lap belə tənqidlə yazım. 14 plus 2 bərabərdir 44-ə, M bərabərdir 3-ə. C3H8. Elə hesablaya da bilərsən yəni. Başa düşmədin? Nə gözəl, nə gözəl, nə gözəl. Sonra davam edək. 90 bunu bir yarıya çatdıraq, farklı verərik 3 dəqiqə. 3 litr etanı tam xulaşımı seçil xlor olsun. Eşirsiniz məni? Etan hansıdır etan? Zəhra, etan hansıdır ay Zəhra? C2H6. Neçə 1 molunda neçə mol hidrogen var bunun? 6 mol. O zaman tam xlorlaşma üçün neçə mol xlor götürməlisən? 6 mol. Olacaq C2 xlor 6 və altlarında H xlor. Düzdür yoxsa yox? Elədir, elədir. Deməli, birinə 6 lazımdır. Üçünə nə qədər lazım olar? Deyəsən, mənim bu molda axırsan, bunu nətər litrlə götürürsən. Zaten mol, litir, eyni şəraitdə qazların bərabər mollarında bərabər həzm tutmur. Yəni, litrlərlə molları birbirine uyğundur da. Könül istəyir, bunu 2 vur, 1 vur 22.4 litr yazın, bunu 6 vur 22.4 yazın. Eləsinə işləyim. Yəni, ikisinin bir şey dəyişməz. 18 olacaq. Aydındır. Tam. Çətindir. Nə arası çətindir? Harası? Bax, bir bax o təlliyə. Harası çətindir? 6 hidrogen var, altdan xlor gəlir də. 1'ə 6'dır, 3'ə neçə olar da? Bu harası çətindir? Elə də mənalı baxırsan, elə bir ki, Mağuz karşısında şamla qoyursan. Növbəti bir kodu fikirləşsən, görüm ələm bunu nətər mat eləyim. Sonra neçə? 95'ə qədər var mı? Yox, var. 62. 62. O 9'u ters görsən. Oğlum sən disleksiyan var. O nə deyil? Belə də rəqəmi zadı, hərfi zadı əyri görür. Nisbi mal kütləsi verib mi havalar? Verib mi nisbi mal kütləsi? Neçə veribdir? Deyəlim görüm alkanların bu ümumi formunu yazanda molekul 14E plus neçə? Bunu 86 veribdir. 14'ün 84'dür, evdə onda 6'dır. Söhbət C6H 14'dən gedir. Və deyir ki, bunu tab 1 mol yanında nə qədər su alınır? Avala, bunun 1 molunda nə qədər su alınır? Bir dənə düşün adam. Hafif qutandı. 1 moluna 7 molda. Nətərdir sənin üçün? Çətindir, amma buna rahat deyil. Ay mənim gözəllərim, ay mənim ağıllılarım, ay mənim əzizli tələbələrim. Valla bu mövzular rahatdır. 3-4 dənə bilgidir də, bilirsən yazırsan, qutarı getdir də. Nəzəriyyəm bilən yazırsın. Sən bilirsən də, düzdür? Gələn dərs soruşacağım sizdən, bunun üzərində qalacam, davam verəcəm. Gələn dərs sizdən alkanları cümlə soruşacağım. Yox, elə bilirsən. Görərsiniz. Bəli. Bəli. Elə bilirsən. Yüksək artıq. Tamamın. Haydi, devam. Neçə? 95. Bu bayağı yazmışdım axı. Bu mən bayağı yazmışdım. Belə bir sual var idi. CH3, CO, natrium. Özdə sizə dedim ki, əgər üzvü turşun duzudursa, karbon sayı bir dənə alkan alınır. Karbon sayı CH4 alınır, bir də ki natrium 2, CO3. Yəni normalda bunun neçə qramdır? Bu 82 qramı ilə bunun 40 qramı girir. Və buradan da sən qazın həzmi istəyir də 22.4 litr çıxır. İndi bunu verib deyir bunu yenə 82 qram. Bunu isə verib bizə 20 qram. Hesabı kimə görə aparmalıyım maşallah. Azınızı təyin edirdik. Verilən miqdarı reaksiyadakı miqdara bölməklə. 82-82'yə böl. 20'də 40'a böl. Hansı kiçikdir bu kiçikdir. Deməli bu tam sərf olunur. Buna olar? Tam. O zaman buna görə hesab aparacam. 20. 40'dan bu alınırsa 20'dən nə qədər alınacaq? 11 olacaq. 40'dan 82 girsə 20'dən 41 girəcək. Bu 82 idi. Nə qədər girdi 41? Nə qədər artıq qaldı? 41 artıq qaldı. Yəni burada natrium asetat artıq qalır. Aydındır? Yəni CH3, CO, natrium artıq qalacaq. Ona görə hesab apara bilməzsən. Sonra 100'ə qədər var mı başqası? Hamısı su almış ki 100'ə qədər. 90 necə? 98, 99. Görərəm bu nə deyir? 2 metil butanın izomeri. Ay mənim əzizlərim. 2-3 dimetil və deyir butan.
İndi bunun sən izomerini tapmamışdan əvvəldə görün bunun neçə dənə karbonu var. Xeyr, 4 dənə deyil. Deyil metil deyil. Metil bir karbonludur, ondan 2 dənə var. Butan da 4 karbonludur, 4 karbonludur. Metil bir karbonludur, 2 dənə var ondan. O zaman 6 dənə karbon var da burada. Söhbət C6H14-dən gedir. Elədir? Demək 6 karbonlu alkan bunun izomerit də. Neçə karbonlu alkan? 6 karbonlu. Dimetil pentan. Dimetilleri üçün 2 dənə burada karbon var, pentan da 5 karbonludur. Bunda 7 karbon var, yəni bu C7H16'dır. Metil pentan bəs, 1 karbon metilin hesabına, 5 karbon da pentan. O zaman bu C6H14'dür. Cevap elə B bəndidir də. Heptan zaten bellidir, 7 karbonludur. Hə? Dimetil pentan, yenə bu dimetil pentandandır, C7H16'dır. Pentan da ki zaten C5H12'dir. Bizə lazımdır ki, karbon sayı bərabərsə, deməli izomerdir də. 2 alkanın karbon sayı bərabərsə, onlar bir izomerdir də. Şaxəli şəxs fərqi yoxdur. Anladınız necə işləyəcəyik? Tamam. 99 istəmisiniz. Rüst reaksiyası haqqında rüst reaksiyasında nə dəyişir? Hidrogen atomunun oksidaşma dərəcəsi. Uşaqlar, rüstdən əvvəl də hidrogenlər karbona birləşir, rüstdən sonra da hidrogenlər karbona birləşir. O zaman rüst reaksiyasında hidrogen həmişə müsbət 1 olur. Əvvəl də, sonra da. İstə bir nümunə yazım sənin üçün. Bax bura. Məsələn, CH3, CH2 klor. Əmələ gəlir nə? Rüstə girədir. Natriumdan girsin, 2 dənə natriumdan girsin. Alınsın CH3, CH2, CH2, CH3 və natrium klor. 2 dənə. Bu da rüst reaksiyası. Hidrogen oksidaşma dərəcəsi dəyişməz mənim əzizlərim. Hidrogen əvvəldə də müsbət 1 idi, hər bunların hamısında. Məhsulda da müsbət 1 idi. Heç nə dəyişən deyil. Karbon atom oksidaşma dərəcəsi, bəli, karbon atom oksidaşma dərəcəsi dəyişə bilər. Deyəsin, necə dəyişər? Bax, bu karbonu görürsən, öz arasına baxma. Burada karbonu, istən bir yerdə yazım da, C2H5 klor. Klor -1, hidrogen müsbət 1. Karbona nə qalır? Müsbət, -2. Neçə qalır? Karbon neçə olur? -2. Amma burada nədir bəs? C4H neçədir? 10. Müsbət 1, mənfi neçə? 5/2. Elədir? -5/2 oldu da. Elə deyil ki. Elə deyil. Dəyişdi mi oksidaşma dərəcəsi? Bayaq -2 idi, indi -5/2 idi. Dəyişdi. Nə dəyişdi oksidaşma dərəcəsi? Dəyişir, yox, dəyişmir. Bunu necə edin? Minus qoyaq. Dəyişir, bəli, plus qoyaq. Karbon atom birləşmə vəziyyəti xeyr, minus. Karbon əvvəldə də SP3-dür, sonda da SP3-dür. Vəziyyəti dəyişir, dəyişmir, yox. Dəyişənlər istəyirsə yalnız 2. Yalnız nə? 2. Deməli, bizim rüst reaksiya zamanı karbonun valentliyi dəyişməz. Hibridləşmə halı dəyişməz. Hidrogenin oksidaşma dərəcəsi dəyişməz, valentliyi dəyişməz. Nə dəyişə bilər? Karbon atomun oksidaşma dərəcəsi dəyişə bilər. Aydındır. Deyək siz mənim, burada siz nə bildiniz? 5/2-dir. Əslində 5/2 deyil uşaqlar. Bir dənə bura diqqət edin, bir şey deyim sizə. Hamınız bir dənə bura baxın. Əslində burada hər bir karbon ayrı-ayrılıqda özünün oksidaşma dərəcəsi var. Bunu bilmək istəyirsənsə, bilirsən də karbon öz arasında alış-veriş eləmir. Hə? Və bu şey də yekunda nə olmalıdır? Yekunda 0. Yekunda nə olmalıdır? Maddən iyon deyil də, iyonun yükü olur. Bu maddədir. Deməli, hər birinə ayrıca baxaraq 0 kimi. Hər birinə ayrıca nə kimi baxmalısan? 0 kimi. Niyə? Çünki cəm yekunda nə olsun? 0. İndi burada hidrogen müsbət 1-dir, bu -3 olur. Hidrogen müsbət 1, bu -2 olur. Hidrogen müsbət 1, bu -2 olur. Hidrogen müsbət 1, bu -3 olur. Əslində mənim karbonlarımın 4 dənə karbonum var. Cəmi neçə elektron alıblar? 3, 2, 2, 3. Neçə eləyir? 10. Əslində karbon üstü -10'dur. Mənfi neçədir? 10. Bəs 4 dənə olduğu üçün 4'ə bölürsən də hər əslində -10/4 düşür də. Axı ümumiyyətlə oksidaşma dərəcəsi verdiyin aldığın elektrondur da, elektron kəsr ola bilməz. Bəs oksidaşma dərəcəsi nətər kəsr olur? Olmamalıdır axı. Sən ya alırsan 2 dənə, ya verirsən, ya 3 dənə. Yəni kəsr olmamalıdır. Bəs kəsr olmağın səbəbi nədir? Eyni bir maddə daxilində, eyni bir element atomu müxtəlif oksidaşma dərəcələri göstərirsən, birinə düşən yükü hesablayırsan. 4 nəfərdirlər, bunlar 3 manat qazanır, 2, 2, 3 manat. Bəs ümumiyyətlə adam başı nə qədər pul düşür? 10/4. Məhz başa düşdünüz də necə? Əla. Bu məntiqi də başa düşdünüzsə ayrı-ayrı baxar. Bilirəm. Ki yekun nə olacaq? 0. Sonra 101. 101'ə də baxaq, fasilə verək. Heksan 4 dənə hidrogen itiribdir. Neçə dənə hidrogen? Deməli heksanın formulu C6H14'dür. 8 hidrogen itirib. Bax 4/2 necə eləyir?
Bundan 8 çıxanda nə olur? C6, H6. Deyəsiniz biz bunu tanımırıq, hə? Birinci dərsdə verməmişdim suda həll olmayan mayelərin içində. Nə idi o? Benzol değildi. Tolol değildi. Benzoldu. Tolol C7, H8'di. Bu benzoldu. Belə, burada fasilə verək, saxla. Tam saxladım. 101'i dedim də sonra. Çəkil. Necə olurdu? Öz-özünə birləşirdi də, düzdürmü? Elə deyil. İki dənə radikal birləşirdi də, düzdür? Ha? Burada bizim tam simetrik olmalıdır da, sağ-sol eyni olmalıdır. O zaman bu tam buradan ayrılır. Elədir? O zaman bu RCH2 var, RCH2 budur da elə. Bu RCH2'dir. Düzdür? Eğer bu CH2'ni buradan ayırsam erim bu olmur. Mən erim. Ha? Bir də deyirəm. Rüstə tən ortadan ayırıram da, çünki iki dənəsi birbirine birləşir. Tən ortadan ayırdım. Bir də burada CH2 verir baxı bizə. O bu CH2 budur. Budur. Gördün mü? O zaman yerdə qalan bu hissədə E'dir də. E budur. Yəni E üçlü butildir. Cavab ver bəli. Aydındır, bu sadəcə müşahidədir. Deyim bir də. Tam başa düşdünüz necə oldu? Aha. Ver onu. En basit. Ver onu. Öyle bir şey. Ver onu bana. Sonra. Ben de 104 daha. Biri okşatmıştım. Bir de sormadım. 101'i dedim getdim də. Karıştırdım yani. Yanımda. Bunu başmıştım, kulak astım bundan sonra şey. CH2'dir, bu hissədə elə uyğun gəlir. Çünki öz-özünə birləşir. 100 neçə? 110. Hansı reaksiyalarda propan alınır? Uşaqlar, birinci reaksiyada propan alınar. Niyə? Birinci reaksiya virus reaksiyasıdır. Aslında burada 3 dənə məhsul çıxır ortaya birinci reaksiyada. Birinci reaksiyada neçə məhsul çıxır ortaya? 3 dənə. Bir CH3 öz-özünə birləşə bilər. Onda alınacaq nə? C2H6. Bir CH3 C2H5'e birləşə bilər. Onda alınacaq C3H8, yəni propan. Nə? Propan. Bir də CH3 öz-özünə bir də gözüstür. C2H5 öz-özünə birləşə bilər. C4H10 verəcək, yəni butan. Birinci reaksiyada alınır. İkinci reaksiya alınmaz çünki C3H7 öz-özünə birləşəndə C6 H14 verir və natrium klor verir. Yəni bir sözlə heksan verir. Bunda alınmaz. Burada da alınır çünki bu neçədir uşaqlar? Bir də bunun karbon hidrogen sayına baxın. Bu C3H4'dür. 2 molda hidrogen birləşdirir temperatur katalizatorla. Olur C3H8. Yəni propan alınır. Nə olur? Propan alınır. Yəni burada da alınır. Üçüncüdə. Üçüncü reaksiyada burada yazdım. İkinci üstüne yazdım, üçü burada yazdım. Deməli, birdə və üçdə propan alınır. Demişdim də, doymamışları hidrogenlə doydurub alkan almaq olur. Sonra neçəyə baxaq? 123. Hansı maddənin homoloqları kalium permanganat məhlulu rəisləşdirmir? Necə ki, bromlu suyu rəisləşdirmirdi, kalium permanganatı rəisləşdirmir alkanlar. Çünki orada da birləşmə reaksiyası olmalıdır. Məsələn, alken girəndə spirt verir, alkin girəndə turşu verir. Amma bu kalium permanganatın suda məhlulu rəisləşdirmir, çünki birləşmə reaksiyasına girir. Etanı götürəsən, Y bəndi. Rəisləşdirmir deyir. Sonra neçə gəlir? 128. Sakitləşdizə, elə bir siz işləmişsiniz. Bayaqdan amma mən işləyirəm. Bir dənə tetraxlor metanı almaq üçün neçə litr xlor metanla reaksiya daxil olmalıdır? 1 litr almalıyıq, eləmi? Hə? 1 litr verib, sıxlığını da verib, eləmi? O zaman kütləsini tapa bilərəm, nə mən? Elədir. M bərabərdir rho vurulsun V düsturuna. Rho'nu bizə verir 1,54 gram bölü santimetr kub.
Santimetr kub 1 mililitre 1 mililitre deyilmi? 1 santimetr kub neçə mililitrdir? 1 mililitr. Elədir? O zaman bu mililitrdir. Nədir bu? Mililitrdir. Əvəzində mililitr yaza bilərəm. Vurulsun, litri də mililitrə çevirməliyəm. 1 litr neçə mililitrdir? 1000 mililitr. Bunu 1000 mililitr yazmalıyam ki, bu mililitrlər də bir-birindən nə olsun? İkisar geçsin. Bunda buna vuranda nə qədər edir? 1540 qram almalıyam mən. Nə qədər almalıyam? İndi gəl alaq. CH4 üstə gəl xlor. Neçədən xlor gəlməliyəm ki, bu C xlor 4 olsun? Hə? 4 mol xlor gəlməliyəm, bəli. 4 dənə də H xlor alınır. İndi mən bunu normalda alıram nə qədər? 154 qram. Elə neçə litr girəndə 4 vurulsun 22 14 ya da 89 16 yaza geçsin də. 89 nə? 16 litr girəndə mən alıram 154 qram. Mən nə qədər almalıyam? 1540 qram almalıyam. O da olur nə? 896 litr. Aydındır. Tetraxlor metan, bu da tetra 4 deyil. Tetraxlor metan budur da. Hə, tetraxlor 4 dənə xlor deməkdir də. Orada xlorun indeksi 4 deyəni əmsalında 4 dedik də. Bəli, 4 dənə əvəz olunur. Zaten bizə demişdi tetraxlor al. Tetraxlor nədir? 4 dənə xlor olan metal. 4 dənə xlor olan metal demək ki, hidrogenlər tamamilə əvəz olunur da. Sonra. Neçə? Tərkibində 20 qram natrium OH olan məhluldan 5,6 litr etanın yanmasından alınan karbon qazını buraxdıqda hansı duz və hansı miqdarda alınır? Birincisi, etan yananda bizə, yəni C2H6 bizə yananda nə verir? CO2 verir və su verir. Təbii ki, söhbət karbon qazından gedirsə, bunu 1 molundan 2 mol karbon qazı alıram. Elədir? Çünki 2 dənə karbonu var da onun. Yəni, buradan belə baxacam, 22,4 litrdən 2 mol alıram. 5,6 litrdən nə qədər alacam? 4 dəfə, 0,5 mol alacam. Nə qədər alacam? Deməli, mənim CO2'm var 0,5 mol. CO2'm var nə qədər? 0,5 mol. Görəsən, natrium OH neçə moldur? Natrium OH da 20 qramdır. 20 qram natrium OH neçə moldur uşaqlar? O da elə 0,5 moldur da. Elədir, elədir. Və bunlar ikisi 0,5 mol girəcəklər. Bunların da girməyin iki forması var idi. Bir vardı 1-in 1'ə girirlər. 1-in 1'ə girəndə natrium hidrokarbonat alınırdı. Nə alınırdı? Natrium hidrokarbonat. Bir də var idi 2'nin 1'ə girirdilər. 2 mol natrium OH girirdi 1 mol karbon qazı ilə. O zaman bizə verirdi natrium karbonat və su. Biz indi hansı reaksiyanı yazmalıyıq uşaqlar? Yuxarıdakı ilə aşağıdakı ilə. Bir də bunların mol nisbətinə bax. Hansı nisbətdir? 1'in 1'ə. Normalda bunlar 1'ə 1 girəndə 1 mol natrium hidrokarbonat alınır. Amma 0,5'ə 0,5 girsələr, elə 0,5 mol natrium hidrokarbonat alınır. 0,5 mol turş duz. 0,5 mol turş duz. Cavab nə olacaq? B bəndi. Aydındır? Davam edək. Neçə? 100 neçə? 130. Bunu istəyirsiniz? 2 metr kub havada neçə litr metanı yandırmaq olar? Normalda metanı yandırmaq üçün bayaq reaksiyasını yazmışdım. 1 moluna 2 mol oksigen lazımdır. Alınır CO2 və 2 dənə də H2. Elədir? Hə? Elədir? Yəni bir sözlə 44,8 litr oksigenlə nə qədər yandırırsan? 22,4 litr yandırırsan. Bizim 2 metr kub havamız var. Hansı 2 metr kub 2 mililitrdir. Nə qədərdir? Bu hava 100%'dir. Bunun içində olan oksigen bəs nə qədər olur? Və oksigeni tapanda nə qədər olur? Neçə faizli oksigen həzmcə? 21. Bunun 21%'ni tapasın. Burada oksigen həzmi nə qədər olacaq? Buranda 40. 420 edir, neçə edir? 420. 420 litr. İndi 420 litrə x. 210 litr. Oldu? 2 ilə bas, 2 ilə bas. Tam başa düşdünüz? Sadəcə orada metr kubu litrə çevirməliydin. Və 21% oksigendir havanın. Tamamı oksigen deyil. Yəni 2 mililitrlə işləyə bilməzsən. Təsəvvürən cavabı 1000 də qoyublar. Sən səhv eləyəndə qoy cavab olmuş olsun. Sonra 137. Neçə var? Yaxşı. Dinləyirsən dəqiq. Aha. 2 metr propan və normal butan qarışığının yanmasından bu qədər karbon qazı alınır. Bu zaman neçə qram su alınır? Birincisi 2 metr propan və normal butan. Bunlar ikisi də C4H10'dur. Aydındır.
2 metil bir dənə propan da 3 karbon, cəmi karbon edir? 4. Bunlar bir-birinin izomeridir. Yəni bunların yanma tənliyi zaten eynidir. Bunların yanma tənliyi nədir? Eynidir. Və bunlar yananda 4 mol karbon qazı alınır. Yəni bunun 4 mol karbon qazı alınır, neçə mol oksigenlə salınır bunu? Oksigenlə salınır, 4 dənə karbon qazı alınır, 5 dənə də aşağı alınır, bir dənə 8, 13, 2'ye vurmalıyım. 2'ye bırak bunu, 8 eləyək, bura 10 eləyək. Oksigen sayı necə 26, burada doldu 13. Düzəldi mi? Düzəldi, əmsallaşdı məncə. Normalda alınır 8 vur 22,4 litr. Bu da 10 vur 18 gram. Bizdə indi çıxır nə qədər? 2 vur 22,4 litrdə. 44,18 nə qədərdir? 2 vur 22,4 litr nə qədər? Bu bundan neçə bazdır? 4 də baz deyil. Bunda 4 də baz. Bundan vur 4-ə böl. Deyəsən 45 edir. 45 edir. 45. Aydındır. Tənlik yazırsan, altı hesablama yaparsan da üstündə. Sonra neçə? 136. Baxın 136'ya. 11,2 litr etanın tam yanma məhsullarının tərkibində 80 qram. Bayaqki sual neyisi deyil bu? Yazın bunu yoxsa öz yazarsınız? Bir prosto 2 mol natrium OH var əldə. 2'ye 1 girəcək. Böyük ehtimal normal duz alınacaq. Baxarsınız ona. Ama eləyəməsiz gəlində soruşarsınız. Sonra 137. Ən uzun karbon zəncirində bir üçlü karbon atomu olan alkanın 2 molun yanmasından 180 qram su alınır. Bu alkanı müəyyən edin. Əgər bu alkanın 2 molun yanmasından 180 qram su almışamsa, normalda mən belə alıram da. Belə deyim sizə. Normalda bir alkan yanında CN, H2N plus 2. Mənim alacağım su N plus 1 qədər su alıram. Düzdür yoxsa yox? Yəni 1 molla bunu alıram değil mi? 2 mol yansa nə qədər alaram? 2 mol yansa da 2 vur olsun N plus 1 alaram. Belədir. Və bunun kütləsini hesablayanda suyun biri 18'dir, bunu vururam 18'ə. Deməli 2 N plus 1 vur olsun 18 bərabərdir 180'ə. Neçəyə? Bundan bu ikisi gedir, burada qalır 10. O zaman N plus 1 bərabərdir 5'ə, N bərabər neçəyə? 4'ə. Söhbət C4H10'dan gedir. Söhbət nədən gedir? Və deyir ki, bir üstü karbonu var. Bir nəyi var? Bir üstü karbonu varsa elə budur da 2 metil nədir? Propan. 2 metil nədir? D-bənd. Söhbət bundan gedir. 2 metil propan. Oldu? Burada əsas məsələ neçə karbonlu olduğunu tapmaq idi. Mən bunu biraz uzatdım, belə heç yazmaya da bilərdim mən normalda uşaqlar. Bir dənə belə özümün də xoşuma gəlməli bu yazı. Bunu belə yazmaya da bilərdim. 2 molla 180 qram su alıramsa 1 molla nə qədər alıram? 90 qram su. N plus 1 qədər alıram da mən su, düzdürmü? Bu ifadə 90'dır. N plus 1 vur 18, 90'dır. O zaman N plus 1 5'dir, N də 4'dir. Söhbət C4H10'dan gedir. Zaten 4 karbonlu bir dənə var da burada. Bir də bu da var, amma burada üçlü söhbəti yoxdur axı, üçlü karbon. Bir üçlü karbonlu olsun, cavab deməkdir. Sonra 100 neçə? 145. Birinci reaksiya birləşmə reaksiyasıdır. Bunu hələ keçməmişik biz. Deməli, alkenlərin birləşmə reaksiyalarında bir qayda var, Markovnikov qaydası. Nə qaydası? Markovnikov qaydası. O Markovnikov qaydasına görə hidrogen birləşəndə hidrogeni çox olana birləşir. Xlorsa hidrogeni az olana. Bu rabitə biri qırılır. Bu rabitə qırılanda bu karbon da əli boşda olur, bu karbon da bir əli boşdadır. Bu karbona hidrogeni çox olana hidrogen birləşir, az olana xlor. Bunun səbəbi odur ki, hidrogeni çox olan qismən mənfi yüklənir. Qismən necə yüklənir? Ona görə müsbət hidrogen ona gedir. Amma bu CH mənfi qismən mənfi yükləndiyi içində xloru götürür. Yəni burada X-imiz nə olacaq bizim? CH3, CH, xlor, bir də 2H5'i açaq. CH2, CH. X-imiz budur. Və bu X-i Würst reaksiyasına salıb. Nəyə salıbdır burada? Nəyə salıbdır? Würstə salanda da bilirsiniz də xlor qopur, xlor qopan yerdə bir-birinə birləşirlər. Düzdür? Deməli bu xlor buradan silib eynisini özlə birləşdirə bilərəm. Düzdür? O zaman bu əgər Würstə girsəydi belə bir şey olardı. CH3, CH, buradan qopdu ha? CH2, CH3, eynisini bir də buna birləşdir. CH, CH3, CH2, CH3. Uzun zənciri seç. Uzun zəncir burada 6 karbonlu. Neçə karbonlu? 1, 2, 3-cüdə şaxa var, 1, 2, 3-cüdə şaxa var. Fərq yoxdur, burada nömrələr. 1, 2, 3, 4, 5, 6. Oldu 3, 4. Dimetil. 6 karbonlu zəncir nə olacaq? Heksan. Bu qədər. 3, 4. Dimetil heksan.
Alacağım maddə budur. Y istəyirsə Y maddəsi budur. Başa düşdünüz necə işlədi? Birinci hissəsini bilmirsiniz hələ ki A2-ni keçməmiş. Keçəndə bilərsiniz. Nə qaydası idi? Markov. Sonra neçəyə baxaq. O da bundandır, yenisidir. Onu özünüz yazarsınız. 148. 1 mol alkanın tam yanmasından alınan karbon dioksidin kalsium hidroksid məhlulu ilə tam reaksiyasından 400 qram kalsium karbonat əmələ gəlmişsə, alkan molekulunun formunu müəyyən edin. Sondan əmələ qaydası uşaqlar. Normalda karbon qazı kalsium OH2 ilə girəndə alınır kalsium karbonat və su. Elədir? Normalda 1 mol girəndə 100 qram alınır. Neçə qram alınır? Bizdə nə qədər alınır bəs bu? 400. Əgər bu 400 alınıbsa, o zaman bu nə qədər? Neçə mol girir? 4 mol. Neçə mol girir? 4 mol. İndi sual. Hansı alkan H2N plus 2 yananda 1 molu N dənə karbon qazı vermir? Bu N bizdə neçə olubdu? Əgər bu N 4-dürsə, o zaman bu söhbət C4H ondan gedir. Nədən gedir? Tabii getdi. Sonra əvvələ qayıtdıq. 100 qram alınırdı 1 mol karbon qazından, 400 qram alındı 4 moldan. 4 mol karbon qazı verəndə C4H10'dur. 1 molu. 1 molu verib də orada da. Tam başa düşdünüz? Al. Başqa neçə var orada? 149 da var. İndi 0,25 verib, eləmi? 0,25 veribsə, mən bunu da 1-ə çevirək, 4 də varsa, bu da neçə olacaq elə? 4-ə vuranda? 500. 5, C5 H10'dur. 12. İstəyirsiniz, gedin bunu bir də. Sondan əvvələ gedin istəyirsiniz. Könlünüz istəyir, gedin. Tək gəlir. Aydındır. Gedin buna sondan əvvələ. Tam başa düşdünüz. İndi sadəcə bura 500 yazacağım. Təbii ki 500 üçün nə olacaq bu? 5 mol. Ha? 5 mol olacaq, eləmi? İndi bu maddənin birindən N alıram. 0,25-indən də neçə almışam? 5 almışam. N tapacağım da buradan. 4 tapacaq oturur. Yox, böyük oldu ya bu. Nəsə düz olmadı, bir dəqiqə. Yox, 500 almıram axı, 125 alıram mən. 125 alıram, bu arada tam ədədə olmur. Neçə olur? 1,25. 1 tam neçə? 1,25. Ha, N5 olur. Əslində şifayı düz eləmişdik, yazanda düz yazmadıq. Bunu burada saxlayıram mən uşaqlar. 150-yə qədər gəldik. Bunun tamamını işləyəcəksiniz gələn dərs. O arada qalanlara da baxacağıq. Gələn zaman birinci dərsi keçəcəm, təzə dərsi. Sonra baxacağıq bunlara. Və təbii ki, dediyim kimi sizdən mən soruşacağım onu. Sağ olun, gələn dərslərdə görüşənə qədər.